Keçən dərslərdə Word proqramını keçəndə mən sizə demişdim ki, bu hissəyə işçi sahə deyilir. Yəni, buradan bura qədər xəttkeşlərin sərhədlərini görürsünüz. Üfüqi xəttkeşlərin, bir də şaquli xəttkeşlərin, burada, bir də aşağıda. Bu hissəyə işçi sahə deyirlər və mətni yalnız burada yığmaq olar. Bu hissədə isə deyək ki, buradan bura qədər və aşağıda məlumat yığmaq mümkün deyil. Yeganə üsul bu işçi sahəni artırmaqdır. Yəni şaqul yaxud üfüqi xəttkeşlərin sərhədlərini genişləndirməkdir. Yəni buradan belə yuxarı dartsaq, buradan sola dartsaq, yaxud sağa dartsaq, işçi sahə artır. Bu dərsdə isə biz bir əmrdə keçəcəyik. O əmrin köməyi ilə bu hissədə, yəni yuxarıda, bir də aşağıda, bu hissədə mətn yığmaq olar. Bu əmrə kalan titul deyilir. Yəni kalan titul nə deməkdir? Xüsusi sahədə, yəni burada mətni yığmaq üçün üsuldur. Kalan titulları Word proqramının içinə yerləşdirmək üçün biz Vstavka, yəni insert tabına keçirik və kalan titul bölməsindən bu komandaları istifadə edirik. Bura mən birazdan qayıdacağam. Kalan titul necə yaratmaq olar? Ya bu komandaları istifadə edirik. Bu üç bucağı basırıq və kalan titul yaradırıq. Görürsünüz. Və burada görürsünüz yazılıb ki, visit text, yəni mətni daxil eləyirik. Pəncərəni bağlamaq üçün bu düymədən istifadə edirik. Zakrit okno kalan titulu. Kalan titulu pəncərəsini bağla. Göz bağladıq. Düzdür. Bu hissə qalır. Amma biraz qaydacağım. İkinci variant. Mışqanın sol düyməsi ilə bu boş hissədə klik edirik. Görürsünüz, yenə də kalan titulu yaranır. Bunu ləğv eləyək. Kalan titulu bağlamaq üçün buradan başqa, əgər bunu istifadə eləmək istəmirsinizsə, bu pəncərəni işçi sahədə bir dəfə klik edirsiniz. Yəni mışqanın sol düyməsini 2 dəfə dalbadala basırsınız. Belə. Sonra kalan titulu yaratmaq üçün 2 cür kalan titulu var. Bir yuxarı kalan titul, bir də aşağı kalan titul. Bunları yaratmaq üçün bir dəfə bassaz kifayət edir. Ya burada görürsünüz. Burada yer yaranır. Kalan titul yaratmaq üçün yuxarı kalan titul. Eyni vaxtda da aşağıda aşağı kalan titul üçün yer yaranır. Eyni şey də olacaq əgər siz aşağıda klik eləsəz. Aşağı kalan titul üçün yer yaranır. Yuxarı kalan titul üçün yer yaranır. Əsasən kalan titullarda səhifənin nömrəsi və sənədin yaradılma tarixi yerləşdirilir. Bunu necə eləmək olar? Gəlirik kalan titulu yaradaq. Bastıq belə, klik elədik, sahə yarandı və buna tutalım ki, tarixi yerləşdirmək istəyirik. Bu komandadan istifadə edəcəyik. Basırıq. İstənilən formatı seçirik. Tutalım ki bunu və OK düyməsini basırıq.
Burada bir işarəyə fikir verirsiniz. Obnovlet avtomatik. Yəni avtomatik olaraq tarixi yenilə komandasıdır, əmridir. Bu nə deməkdir? Əgər burada quş qoysaz və bu tarixi qalançıda yerləşdirsəz, bu gün ayın 9-udur, yanvarın 9-udur. Sənədi bağlayıb sabah açsaz, burada yanvarın 9-u yox, yanvarın 10-u olacaq. Bir gün açsaz, yanvarın 11-i olacaq. Əgər sizə lazımdır ki, hər gün sənədi açanda tarix yenilənsin, onda burada quş qoyursunuz. Əgər sizə lazımdır ki, mütləq burada tarixin birinci yaradılan tarixi görsənsin, yəni yanvarın 9-u konkret halda, onda burada işin eləmirsiniz, OK düyməsini basırsınız. Və basırıq, görürsünüz, yanvarın 9-u 2025-ci il, yəni tarix qalançılı görsəndi. İndi burada fikir verirsiniz 3 markerə. Birinci marker buradadır, ikinci marker buradadır, üçüncü marker buradadır. Tab düyməsini basırıq və tarix görürsünüz mərkəzə gedir bu markerə. İndi tutalım ki, bura, yəni yuxarı qalan titula səhifənin nömrəsini daxil etmək istəyirik. Və buradan səhifənin nömrəsini daxil etmək olar. Bu üç bucağı basırsınız və sizdən sistem soruşur. Səhifənin yuxarısında yerləşdirmək istəyirsiniz nömrəni, aşağısında, işçi sahədə, kursorun olan yerində. Gəl yuxarıda seçək. Yuxarıda və ən sağda variant götürək bunu. Fikir verdiniz, tarix yox oldu. Ona görə buna diqqət verirsiniz. Əgər siz istəyirsiniz ki, burada həm də tarix olsun, tarixi mütləq qalan titulda, istəyir yuxarıda olsun, istəyir aşağıda olsun, axırıncı yerləşdirirsiniz. Çünki əgər tarixi birinci yerləşdirirsiniz və ondan sonra başqa məlumat qalan titula qoysaz, tarix silinir. Yəni səhifənin nömrəsini çəkək sağa. Görürsünüz, getdi. Bayın tutalım ki, sola tarixi yerləşdirək. Görürsünüz, səhifənin nömrəsi silinmir. İndi keçək aşağı hissəyə. Aşağı qalan titula. Burada tutalım ki, bir dənə loqotip yerləşdirək, yaxud şəkil yerləşdirək. Kursoru burada yerləşdiririk. Keçirik Risunki komandasına, yəni şəkillər komandasına, basırıq üstündən və lazım olan loqotipi yaxud şəkili buradan seçirik. Görürsünüz, belə bir loqotip gəlir. Bunu balacalaşdırmaq olar, yəni kiçildirsiniz, belə. Deyək ki, belə eləyək, lap balaca eləyək. Və fikir verirsiniz. Yalnız birinci səhifədə biz yuxarı və aşağı qalan titulları yerləşdirdik. Gəliz, belə basaq, görürüz birinci səhifədə. Amma yuxarı və aşağı qalan titullar həm ikinci səhifədə, həm üçüncü səhifədə, həm də axırıncı səhifədə yerləşirlər. Yəni bircə dəfə qalan titulları yaradırsınız. Yəni birinci səhifədə yaradırsınız. Növbəti səhifələrdə özü avtomatik gələcək və fikir verirsiniz. Burada səhifənin nömrəsi 1-dir. Getdikcə səhifənin nömrəsi avtomatik artdı. 1, 2, 3, 4, 5 və axıra qədər gedirik. Bizə 9 səhifədir. 9. İndi burada keçək bura. Tutalım ki, bu şəkili, bu loqotipi ortaya yerləşdirmək istəyirsiniz. Bütün qrafik redaktorlarda belə kursor olanda, yəni 4 dənə qara ox olanda şəkili sağa dartmaq olar. Və burada da qoyursunuz üstünə və dartmaq istəyirsiniz sağa. Amma getməyəcək şəkil. Fikir verirsiniz, getmir. Və getmir.
şəkli bura dartmaq üçün, ortaya dartmaq üçün bu işarədən istifadə etmək lazımdır. İşarələmə parametrlərindən. Və burada belə bir bölmə çıxır. Görürsünüz, 6 əmr var. Bu əmrləri biz 1-2 dərsə keçəcəyik obyektlərlə işləyəndə. Ona görə burada üstündə durmayacaq. Yəni deyim ki, bir dənə bunu seçək. İstənilən obyekti, istənilən əmri seçirsiniz və obyekti dartmaq olacaq sağ tərəfə. Seçək birincisini. Bağlayaq. Və bundan sonra görürsünüz, logotipi ortaya dartmaq olar. Və belə. İndi tutalım ki, logotipi ləğv eləmək istəyirsiniz. Yəni silmək istəyirsiniz. Bunu necə eləmək olar? İki üsul var. Gəliz yuxarıdakı logotipi birinci üsulla silim. Aşağıdakı logotipi ikinci üsulla. Açırsınız logotipi və buradakı olan məlumatı silirsiniz. Sildiniz. İşçi sahədə klik edirsiniz. Görürsünüz, logotip ləğv olundu. Keçək aşağı. Aşağı logotip yerindədir. Klik edirsiniz, logotipi açırsınız və buradan bu aşağı kalantısı olduğuna görə basırsınız burada nijni kalantısının sağ tərəfində olan üç bucağa və udalit nijni kalantısı, yəni aşağı kalantısı ləğv elə komandasını seçsiniz. Eyni şeyi də buradan eləmək olar, yuxarı kalantısı üçün. Və belə. Seçdik. Udalit nijni kalantısı. Görürsünüz, ləğv olundu. Boş yerdə basırsınız, kalantısı ləğv olunur. Yenə də kalantısı yaradaq. Və bu iki sətrə fikir verək. Və bir şeydə fikir verirsiniz. Bax, konstruktor tabına. Əgər kalantısı səhifələri açıq deyilsə, belədir. Görürsünüz, konstruktor tabı yoxdur. Səhifələrini açırsınız. Görürsünüz, konstruktor tabı əmələ gəlir burada. Bu iki komandaya baxaq. Əvvəlcə ikinci komandaya. Quş qoyuruq qabağına. Разные колонтитулы для четных и нечетных страниц. Bu o deməkdir ki, cüt və tək səhifələr üçün siz cürbəcür kalantısı yarada bilərsiniz. Bu bizdə birinci səhifədir. Gəl bura tarixi qoyaq. Tarixi yerləşdirdik. Aşağı kalantısı heç nə eləməyəcəyik. Gəl keçək aşağı. Və bu cüt səhifədir. İkinci səhifədir. Görürsünüz, 2. Burada isə deyək ki, logotipi yerləşdirək. Yenə də logotip. Qoy belə olsun. Bu logotipi götürdük, yerləşdirdik. Belə. Bağlayırıq. Və indi fikir verirsiniz. Tək səhifələrdə sizlə, yəni 1, 3, 5, 7, 9-da tarix görsənəcək. 2, 4, 6, 8-də isə logotip. Görürsünüz, 2-də logotip, 3-də tarix, 4-də logotip, 5-də tarix, 6-da logotip, 7-də tarix, 8-də logotip, 9-da tarix. Yenə də ləğv edirik qalan titulları. Və bir də yaradaq qalan titulu ki, qalan komandanı nəzərdən keçirək. Buradan quşu yığışdırırıq, quşu qoyuruq bura. Особый qalan titul для первой страницы. Yəni birinci səhifə üçün xüsusi qalan tituldur. Gəl bura indi logotipi qoyaq.
Ya istəyirsiniz şəkli qoyaq. Burada bir şəkli seçək. Bax, penqvinləri seçək. Bax, bu şəkildir. O şəklin növləri var. Burada şəkil üçün görürsünüz. Bax, belə, belə, belə ola bilər, belə ola bilər, belə ola bilər, belə ola bilər. Seçdik şəkili. Keçirik ikinci səhifəyə. Burada isə qalan üsulda səhifənin nömrəsini yerləşdirək. İndi fikir veririz. Birinci səhifədə şəkil yerləşdirilir qalan üsulda. Növbəti səhifələrdə isə səhifələrin nömrələri. Özdə fikir veririz. Birinci səhifədə səhifənin nömrəsi yoxdur. Amma ikinci səhifədə artıq 2 yerləşdirilir. Baxmayaraq ki, burada nömrə yoxdur, sistem başa düşür ki, birinci səhifənin nömrəsi 1-dir və nömrələməni 2-dən başlayır. Bax, xüsusi qalan üsul buna deyilir. Yəni, birinci səhifədə ayrı mətn olur, növbəti səhifələrdə isə bir mətn olur. Bugünə bu qədər. Təşəkkürlər.